Mübarək Ramazan ayı başlanır. Hamınızı bu ayın gəlişi münasibəti ilə təbrik edirəm. Allah bizi mübarək Ramazan ayının feyzindən, bərəkətindən, rəhmətindən binəsib eləməsin inşallah. Allah ayı sizə tərəf gəlir və hazırlaşın. Çox hədiyyələrlə gəlir, fəzilətlərlə gəlir. Allah yanında ən üstün aydır. Bu ayın ən böyük tərifi Peyğəmbərin bu sözüdür. Du'itum fihi ila ziyafətillah. Bu ayda qonaqlığa dəvət olmuşsunuz, Allah qonaqlığına. Ramazan ayı bizə bunu çatdırır ki, Allah bizə dəyər verib, çox dəyər verib, əzizləyir. Deyir, siz mənim qonağımsınız, hamınız mənim qonağımsınız. Adam hiss eləyir Ramazan ayında. Mən bilmirəm, mən hiss eləyirəm ya hamı hiss eləyir. Yəqin ki, hamı məndən yaxşı hiss eləyir. Ramazan ayında baxırsan, görsən, yer həmin yer, torpaq həmin torpaq, ağac həmin ağac, həmin şəhər, amma elə bil başqa şəhərdə yaşayırsan. Başqa cür görürsən, qəlb bir cür halda olur, müşahidə eləmədiyi şeyləri eləyir, sevinç içində olur, şadlıq içində olur. Bəziləri deyə bilərsiniz ki, mən belə hissləri keçirməmişəm. Bunları düşünsöz görəcəksiniz. Bəzən adam, məsələn, deyirlər ki, əcəb yaxşı, məsələn, fəza var. Bu da həmin fəzadadır. Baxır ki, doğrudan yaxşı fəza var. Mənim işim budur. Siz onun hamısını hiss eləyə bilərsiniz. Bir dənə başınızı açın ki, qaldırın ki, yemək içmək məsələsi deyil təkcə. Baxın, görür ətraf, baxın, görür həvadan Allah iyi gəlir. Allah qoxusu gəlir fəzasından. Allahın qoxusu olar, yox, mən mənəvi qoxusundan danışıram. Allahın qonaqlığıdır.